Bu gün nənəmlə sevgi mövzusunda, sevgi necə bitir, necə başlayır, onun həyat təcrübəsinə əsaslanaraq bir podkast çəkmək fikrim var idi uzun zamandır. O da bu gün alındığına görə artıq başlayırıq. Sənin uzun həyat təcrübənə əsaslanaraq sənə suallara başlayıram. Sevgi necə bitir? Sevgi cürəbəcürə olur. Yəni vətənə sevgi, at-yanıya sevgi, ən yaxın rəfiqənə sevgi. Mən bilmirəm axı sən nə cürə sevgi deyirsən. Partnyorların sevgisindən danışaq, qadın-kişi sevgisi. Necə? Partnyorların sevgisi, qadın-kişi sevgisi əsasən. Qadın-kişi sevgisi. Vallahi sual biraz mürəkkəb sualdır. Əvvəllər belə idi ki, ata-ananın sözü ilə qızlar durub otururdular və yaxşı da bitirdi sonu. İndiki sevgilər, indiki sevgiləri mən inanmıram ki, belə normal sevgi ola. Çünki indi ayrılanlar çox olur. Əvvəlcədən güya istəyirlər bir-birini, sonra isə görürsən ki, ayrılmalar çox olur. Amma əvvəllər belə idi ki, ata-ana bilirdi ki, qızını kimlər istəyir, kimlər qohum olmaq istəyir. Bir-birini tanıyırdılar, ailə qururdular, sonu da çox yaxşı olurdu. Amma indi qızlar cürəbəcürə maşın istəyirlər, ev istəyirlər. Onlar fikirləşmirlər ki, bunların hamısı sonra ola bilən bir şeydir. Ailə qururdular, evladları da olurdu. Elə qızlar vardı, gəlin köçürdü, qaynananın yanında, qaynatanın yanında. Onların bir-birinin hörmətini saxlayırdılar. Gəlin bilirdi ki, qız bilirdi ki, mən bu evə gəlin köçmüşəm. Deməli, qaynanamın da, qaynatamın da qulluğunda durmalıyam. Eyni zamanda qarşılıqlı olur. Amma indiki qızlar deyirlər ki, mən qaynana ilə yaşamıram, qaynata ilə yaşamıram. Mən ayrı yaşamalıyam, mən maşın istəyirəm. Halbuki heç evində bəlkə də maşın görməyib. O biraz düzgün çıxmır. Mən istəyərdim ki, indiki gənclər gələcəyin qaynanasıdır. Xüsusən qızlar. Getdiyi ailədə qaynananın, qaynatanın, düşdüyü ailənin hörmətini saxlamalıdır. Onların qulluğunda da durmalıdır. Mütləq. İndiki qızlar bir balaca deməli deyirlər ki, o vaxtı başqa, indi başqa. Yox, elə deyil. O qız fikirləşməlidir ki, gələcəyin qaynanasıdır. Ona görə ailə quranda hörmətlə elə olmalıdır ki, hörmətlə qarşılamalıdır. Düşdüyü ailə də onun hörmətini saxlamalıdır. Ona istək yaratmalıdır. Mən belə başa düşürəm. Bəs sonra sevərsən deyilən evliliklər var. Necə? Sonra sevərsən. Sonra evliliklər bilirsiniz, sonra sevirlər. o doğrudan da elədir. O doğrudan da elədir. Əgər bir balaca sənin qarşına çıxan insan hiss edirsən ki, qabiliyyətlidir, mədənidir, nə olar kasıb olanda, sonra sevərsən, o doğrudan da sevgi deməzdim ki, sevgi var, istək var, hörmət var. Getdiyin ailənin, yəni ailə qurduğun gəncin yolunda durmalısan. Mən atam evində belə idim, belə geyinirdim, belə gəzirdim. Yox, o düzgün deyil. Bilməlidir ki, ailə qurur. Getdiyi gənc onlar bir-birinə hesablaşmalıdırlar. Məsələn, deyir, bu cürə geyinmə. Deyir, bunu eləmə. İcazəsiz bir yerə gedirsən, mənim xəbərim olsun ki, sən hara gedirsən. Hörmət qarşılıqlı olmalıdır, bu bir. Amma yenə deyirəm, sevirsən, adam evladını da sevir. Sevmək sözün, mən deməzdim ki, istək var, istək. İstək olmalıdır. Ailə quran gənclər biri-birini istəməlidir, biri-birinin yolunu saxlamalıdır. Düşdüyü ailənin hörmətini saxlamalıdır, qohum-əqrəbəsinin yolunu saxlamalıdır. Mən belə başa düşürəm. Yəni, mənim həyat təcrübəmdə o cürə olubdur.
düşdüyüm ailənin yolunu saxlamışam. Qohum əqrəbəsinin yolunu saxlamışam. Onlar da məni çox istəyiblər. Onlar da mənə hörmət eləyiblər. İndiyə qədər də. Bəs sevgi ilə istəyin fərqi nədir? Elə istək özü, əgər istək olursa, istək özü sevgiyə çevrilir. İstək özü mexaniki olaraq sevgiyə çevrilir. Bəs sevgi hər şeyi bağışlayır. Sevgi Məsələn, baxır nəyə xəyanəti bağışlayır da. bağışlayır. Yəni xəyanəti hər halda düşdüyü ailədə yox, yəni getdiyi, ailə qurduğu oğlan çalışmalıdır ki, xəyanət eləməsin həyat yoldaşına. Baxır nə cürə xəyanət. Əgər xəyanət tutaq ki, bir dəfə olubsa, bəlkə o da oğlan özü də başa düşmədən eləyib bu hərəkəti, bağışlamaq olar. Amma da yox, o gündə bir hərəkətlər eləyirsə, xəyanətlər eləyirsə, bağışlamaq olmur onu. İndi Instagram var, Facebook var, saytlar var da müxtəlif. İnsanlar buradan elə olur ki, bir-birlərini tapırlar, ailə quranlar da olur. Bəs o zaman necə olurdu? Məsələn, oğlanın sevgisini etiraf eləmə prosesi necə olurdu xoşu gəldiyi qıza? İndi ola bilər ki, bax bu cürə tanışlıq olur, tərbiyəli insanlar olur. Facebook'da, Instagram'da ola bilər ki, belə tanışlıq olsun. Amma o tanışlığı istəyə çevirmək lazımdır. Ola bilər ki, elə özünün vaxtını keçirmək üçün qıza yalandan eşq elan eləyir. Sözsüz ki, o vaxt nə Instagram vardı, nə Facebook var idi. Yəni ailələr arasında ola bilər ki, tanışlıq olsun. Ola bilər ki, qızı təsadüfən görürdülər, xoşlarına gəlirdi. Elə olurdu ki, ailə qururdular. Mən yenə deyirəm, o vaxt boşanmalar çox az idi. İndi isə telefonda tanışlıq təsadüfi hallarda yaxşı olur. Yəni biri-birini dolamaq məqsədi ilə yox. Olur, onda da ola bilər ki, istək olsun, bir-birinə hörmət olsun, bir mədəniyyət olsun oğlanın, qızın da başqa fikir olmasın ki, bu oğlan kasıbdır, yoxsa varlıdır, maşını var, yoxdur, evi var, yoxdur. Ola bilər ki, mən bir ailə tanıyıram, bir neçə il bundan əvvəl onları mən təsadüfən tanış olmuşduq ailə ilə. Qadın dedi ki, biz Bakıya gələndə balaca bir otağımız var idi, bir dənə stol idi, bir dənə də kravat idi. Rayondan gələn uşaqlar, gənclər hamısı biri stolun altında yatırdı, biri üstündə yatırdı. Yəni oxudular, hamısı adam oldular. Sonra bu ailənin həddindən artıq imkanları genişləndi. İndiyə qədər də o ailənin uşaqları tərbiyəlidir, qohum əqrəbələri onların ətrafındadılar. Yəni bax belə şeylər var da. Instagramdan, Facebookdan mən o qədər də alqışlamıram tanışlığı. Çünki sonra görürsən ki, oğlanın ailəsi deyir ki, yox, telefonla tanış olduğun qız bizə lazım deyil. Ya qız deyir, qızın ailəsi deyir ki, sən onu nə tanıyırsan ki, sən onunla telefonda tanış olmuşsan. Yəni o qədər düzgün deyil. Amma təsadüf nəticəsində ola da bilər ki, yaxşısı çıxsın bir-birinin qarşısına. Keçmiş sevgilərlə bugünküləri müqayisə eləyəndə hansı daha möhkəm idi? Keçmiş. Sözsüz ki, keçmiş sevgili. Çünki onda qadın kişinin sözünə baxırdı, nə mənada baxırdı. Yəni qız desin ki, hə mən yox məclisə gedirik, mən bunu geyinməliyəm. Sonra yox mən benim podruqalarımla gedib oturmalıyam hardasa. Çünki əvvəllər kafeyə, restorana getmək mod deyil idi. Amma indi doludur hər yer kafe ilə, restoranla. Qızlar da, hə, podruqamla mən gedirəm, oturam. Sən əgər ailə qurmusansa, sənin düzgün deyil, gedib təzdən podruqalı olar. Əgər podruqan da oradan da hansısa bir ad günüdür, ya bir tədbiridir, ola bilər. Amma yenə də ailənin icazəsi ilə olmalıdır.
Bax, bu yolu gözləmir qızların əksəriyyəti. Ona görə də ailə dağılmağı çox olur. İndi çoxalıbdır. Əgər qadın xoşbəxt deyilsə ailədə, düşünür ki, məsələn, ayrılmalıdır, amma deyir ayrılaram, birdən cəmiyyətdə haqqımda xoş olmayan ifadələr səslənər. Onun bu düşüncəsi nə qədər düzgündür? Yəni cəmiyyət həqiqətən ayrılan qadına Bilirsən, biri var başqa ki, cür baxır. istək yoxdur, evladları var, yaşamağa şəraiti var. Bəlkə də gələcəyi düzələr, biraz da istək yaranar, biraz hörmət yaranar. Ailəni dağıtmaq düzgün deyil. Mən tərəfdarı deyiləm ailənin dağılmağına. Amma biri də var ki, doğrudan da dözülməz dərəcədədir. Birlikdə yaşamaq. İstər-istəməz onda ayrılsalar daha yaxşıdır. Sevgilərimizi nə qədər sahiblənməliyik? Sevdiyimiz insanı. Sevgiyə Onun sahiblənmək. sahibiyəm kimi davranmalıyıq. Əsasən Bax, oğlanlar eləyir. Mən bunu. bayaq dediyim kimi, hər iki ailə quran oğlan da qız da biri-birinin hörmətini saxlamalıdır. Yenə deyirəm, əgər evladı varsa, yaşayışı pis deyilsə, yaxşıdır. Yəni ola bilər ki, kasıbçılıq eyib deyil. Yavaş-yavaş düzəlir. O da düzəlir. Mən hər iki mənada mən ailə dağılmağını xoşlamıram. İstəmərəm ki, ailə dağılsın. Yaşamaq lazımdır. Evladın xatirinə. Səhərsi günü evlad bağçaya gedəndə, məktəbə gedəndə, o görəndə ki, onun atası gəlmədi, ana onu harasa aparır, gətirir. Başqa uşaqların atası gəlir, maşına qoyur, uşaqlarını aparır, yaxud lap götürür, əlindən tutur, aparır. Bu uşaq baxanda məyus olur ki, mənim də atam yanımda olsaydı, gəlib məni aparardı. Bəs iki gənc ailə quranda burada ailələrin baxışı nə qədər rol oynayır? Məsələn, ailələrin baxışı fərqlidirsə əgər. Ailə başçısı fərqlidir. Ailələrin baxışları bu məsələyə. Baxışları. Gənclərin valideynlərinin baxışları. Məsələn, o bizə görə deyil, bizim ailəmizə görə deyil. Mən yenə də deyirəm, ailə dağılmağının mən tərəfdarı deyiləm. Ailə quranda iki gənc. Hə. Əgər valideynlərin fikirləri üst-üstə düşmürsə, valideyn qəbul etmirsə onun ailə qurduğu insanı. Yəni əgər valideynlərin baxışı, yəni əsas. Valideynlərin baxışı əvvəla çalışmaq lazımdır ki, ailə quran gənclərin istər-istəməz uyğunluğu olsun, ailə uyğunluğu olsun. Sözsüz ki, biri həddindən artıq özünü dartan ailədir, biri də sakit fağır, öz əməyi ilə yaşayan ailədir. Sözsüz ki, onda düzgün alınmır. Ona görə əvvəldən fikirləşmək lazımdır ki, mənim ailəmlə o ailə bir-birinə uyğun gələcəkmi? Bir məclisdə oturanda, yəni o varlı ailə, imkanlı ailə, bu biri kasıb ailəyə də, yəni yenə deyirəm, öz əməyi ilə yaşayan ailəyə düzgün yanaşmayacaqsa, yəni saymayacaqsa onu, elə o əvvəldən uzaqlaşmaq lazımdır. İndiki dövrümüzdə münasibətlər var, bunlara toksik deyirlər, ingilis dilindən zəhərli deməkdir. Yəni, məsələn, münasibətdədirlər, amma tez-tez dalaşırlar, bir-birinin qəlbini qırırlar, çox qısqanırlar, bir-birinin sözü, məsələn, bir-birinin boğazından keçmir. Bu zəhərli münasibətdir də. Yəni, bu cür sevgidə necə olmaq lazımdır? Dözməlidir qarşı tərəf? Ya sağollaşmalıdır, deməlidir ki, səndən mənimki tutmur. Bilirsiniz, yenə deyirəm, ortada evlad olanda istər-istəməz. Yox, burada hələ iki sevgilidən. İki sevgilidən. Əgər həddindən artıq qısqancdırsa, ya oğlan, ya qız, elə bir-birindən əvvəldən uzaqlaşsalar yaxşıdır. Yəni hər şeyin artığı ziyandır da, sevginin də, qısqanclığın da. Artıq olmasın da. Qısqanclıq var ki, sevgidəndir, istəkdəndir.
olur, elə qısqanclıq olur ki, yəni o qədər biri məsələn çox istəyir ki, ona görə qısqanır. Bir balaca amma həddindən artıq qısqancdırsa, məsələn mən belə sayıram ki, əgər oğlan qıza qarşı kobud deyilsə, onu təhqir eləmirsə, onu alçaltmırsa, qız dözə bilər, dözməlidir. Əgər istəyi varsa, sevgisi varsa, yox elə belə fərqli, yəni xoşa gəlməyən istəkdirsə, fikirləşir ki, mən buna getsəm, gələcəkdə belə olaram, filan olaram, maşınım da olar, villam da olar, yaxşı yaşayaram, ürəyim istəyən eləyərəm, onda qız səhv eləyir. Əvvəldən yenə deyirəm, uzaqlaşsalar yaxşıdır bir-birindən. Belə deyək də, hər qurulan evliliyin deyirlər ki, 5 il adaptasiya dövrü var. Yəni ən möhkəm sevginin də çətinliyi olur da. Deyirlər ki, bu 5 il ərzində daha dözməlisiniz. Əgər bu bariyeri aşsaz, sevgi, ailə daha da möhkəmlənir. Bu 5 il ilkin adaptasiya dövrü evlilikdən sonra. Bu nə qədər düzgün fikirdir? Yəni ilk 5 il həqiqətən çətin olur. Yox, mən deməzdim ki, 5 il adaptasiya dövrüdür, o düzgün deyil. Çünki məsələn üzr istəyirəm əgər olarsa demək. Məsələn mən ailə quranda birinci günü yoldaşımdan soruşdum ki, mən sənin ananı necə çağırmalıyam? Necə müraciət eləməliyəm? Dedi, özün bilərsən, necə ürəyin istəyir? Dedim, çünki yaşlıydı qadın. Dedim, olar nənə deyim? Dedi, olar. Bu vaxtı anası girdi içəri, soruşdu ki, gəlin deyir ki, mən ona necə deyim? Dedi, o mənim elə belə hörmətimi saxlasın, ürəyi necə istəyir elə desin. Yəni ilk gündən mən nənə dedim, onun ömrünün axırına kimi, onun hər cürə qayğısında çəkdim. Çünki əziyyət çəkmişdi, evlad böyütmüşdü. Tək başına yoldaşı 41-45 müharibəsində rəhmətə getmişdi. Daha doğrusu itkin düşmüşdü. Mən onun hörmətini əvvəldən axıra kimi saxladım. O da məni həmişə hörmətimi saxlayıb. Bir il mənim gözüm yaşı qurumadı ki, mənim qaynanam niyə rəhmətə getdi. Xəstə oldu, mən onu çiynimdə gəzdirdim. Əsl ailə o idi ki, bir-birimizi çox istəyirdik, bir-birimizin hörmətini saxlayırdıq. Necə qaydası, yəni mən özüm onu öz ailəmdə görmüşdüm ki, anam nənəmə, yəni qaynanasına necə hörmət bəsləyir. Mən də həmin yolla getdim. Bəs insan harda özünə baxmalıdır ki, bir dəqiqədə, yəni bəlkə problem məndədir. Bəlkə, yəni insan səhvi birinci özündə axtarmalıdır da, yəqin ki, nədə səhv eləmişəm. Yəni belə deyim də, insan səhvi münasibətdə birinci özündə axtarmalıdır, yoxsa qarşı tərəfdə? Yox, birinci özündə axtarmalıdır. Özündə axtarmalıdır ki, mən necə hərəkət eləməliyəm ki, düşdüyüm ailədə mən o hörməti qazanım. Yox, əgər doğrudan da hər ev, ailənin hər bir üzvü tərəfindən bu qız təhqir olunursa, alçaldılırsa, sayılmırsa, mən o qızı gəlindi də, mən onu qınamıram. Yox, bunu məsələn sual verirəm, ümumiyyətlə partnyor olanda, sevgi münasibətindədir. Görür ki, yəni bu insandan alınmır da. O zaman necə sual? Birinci özündə axtarmalıdır. Bəli. Ailə qurmamış, əgər doğrudan da alınmırsa, elə bəri başdan uzaqlaşmaq lazımdır. Yəni mən sevirəm, o sevmir, o istəmir. Bu söz düzgün deyil. Yox, hiss eləyir ki, qarşısında özündə bir balaca istək varsa, hiss eləyir ki, qarşısındakı oğlan ona daha çox münasibəti yaxşıdır, qız uyğunlaşmalıdır. Əgər istəyi varsa. Bəs
Cütlüklərin dalaşması necə olmalıdır mübahisəsi? Məsələn, çəkişməsən, bərkişməzsən deyə bir söz var. Bu nə qədər doğrudur? Xasiyyətdə məsələn iki insan bir-birinə nəyi güzəştə getməlidir? Həm sevgililik dövründə, həm ailə həyatı qurandan sonra. Uyğunlaşmalıdırlar. Ben yenə deyirəm, əgər doğrudan da ikisində biri-birinə qarşı sevgi varsa, onlar uyğunlaşmalıdırlar bir-birinə. Məsələn, qızın çatışmayan cəhəti varsa, onu yığışdırmalıdır, tərk etməlidir. Həmçinin də oğlanın, əgər artıq əski hərəkəti varsa, əgər doğrudan da sevgi varsa, sevgi yoxdursa, onda biraz çətin olur. Bəs qısqanclıq hansı səviyyədə olmalıdır? Yəni, xəstəlik dərəcəsində qısqananlar var. Xəstəlik dərəcəsində qısqananlar var. Bilmirəm, pəncərədə işıq kinosuna baxmısınız, yox baxmamısınızsa. Məsələn, orada oğlanla qız doğrudan da bir-birini istəyirlər, çox istəyirlər. Qız da qaynanasına qarşı, qaynana da qıza qarşı həddindən artıq mehribandırlar, çox yaxşıdırlar. Günlərin birində hansısa institutda oxuyan bir oğlan onun istəyirmiş, şəkil göndərib, nəysə təsadüfən dəniz kənarında görür. Bunları yaxınlaşır, səhv hərəkət edir. Yaxınlaşır, görür ki, bunlar mehribandırlar. Nəysə, orada onların sözləri düşür. Sonra oğlan başlayır qızı qısqanmağa. Qıza inanmır. Qısqanmağa başlayır. Ailə çox pis vəziyyətdə yaşayırlar. Çətinlikdə yaşayırlar. Halbuki biri-birinin həddindən artıq çox sevirdilər. Kişinin qısqanclığı ondan sonra başlayır. Düzələ bilməyən qısqanclıq başlayır. Yəni bir-birinin güvənin zədələməsin də gərək. Hə, mütləq. Məsələn, bir qız bir oğlanla sevgili olur, amma oğlan belə deyək də biraz avara tipli olur. Məsələn, qız deyir ki, mən bunu sevirəm, bunu dəyişdirəcəm də. Yəni bu nə qədər düzgün fikirdir? Məsələn, biz qarşımızdakını dəyişə bilərik ümumiyyətlə, adicə sevgili mərhələsindən. Olar, dəyişmək olar. İnsanlar dəyişmir axı. Yox, dəyişir. Əgər doğrudan da qız onu istəyirsə, oğlanda da nəysə istək var idi, amma dediyin kimi düzgün olmayan yola düşür. Qız sevirsə, onu dəyişdirə bilər. Yəni ondan da əlavə də ümumiyyətlə normal insanın sadəcə başqa xasiyyətləri var. Düşünmürəm əslində qarşıdakı insanı dəyişdirmək olur. Dəyişir yəni insan. Olur, insanı dəyişdirmək olur. Sevgi dəyişdirir. Sevgi dəyişdirir. İstək dəyişdirir. İstər istəməz. Qızlar qəhrəmanlıq eləyir həmən oğlanı dəyişdirməkdə. Çünki əgər onlar doğrudan da ayrılsalar, oğlan daha da pis vəziyyətə düşər. Ona görə qız dəyişdirə bilər oğlanı. Mən demirəm ki, Allah iraq eləsin, tamamilə pis yoldadır oğlan. Ümumi sual verirəm zaten. Sadəcə yox, onu dəyişdirmək çətin. Ümumiyyətlə xasiyyəti baxırsan ki, yox, ağırdır. Xasiyyət yox. Əgər pis peşələrlə məşğuldursa, onu çətin dəyişdirmək olur. Amma dözənləri mən bilirəm. Dözənlər olur. Yaşadığı ailənin içərisində qaynananın, qaynatanın ona qarşı xoş münasibətindən, evladlarının olmasından qız dözür. Dözür, evladlarının xatirinə dözür. Sevgi mərhələsində ümumiyyətlə xasiyyətlər uyğunlaşmayanda, məsələn, deyəndə ki, sənin xasiyyətin budur, məndə budur, sən dəyişə bilməzsən, artıq bu cürdür. Onlar şans verəndə o dəyişə bilirlər. İkisi də bir-birinə qarşı olanda, yoxsa biri? İkisi də. İkisinin də məsələn bir-birinin boğazından keçməyən sözləri var, xasiyyətləri var. Yox, bilirsən, elə bir şey var ki, orada bir yerdə yaşamaq mümkün deyil. Onda sözsüz ki, ayrılırlar. Yaxşı. İndiki oğlanlar naz çəkmirlər. Yəni istəyirlər ki, onların nazı çəkilsin biraz. Bu məsələyə necə baxırsan? Yox, nazı çəkmək deyəndə ki, sevgililik mərhələsində. Yox.
Ola bilməz ki, görmüşük ki, qızın nazını çəkərlər, oğlanın nazını çəkməzlər. Oğlanın yolunu saxlayarlar. Oğlanın bir dəfə, iki dəfə, üç dəfə deyərlər ki, bax filan hərəkətləri eləməginə. Bu o demək deyil ki, elə qız otursun bütün gün oğlanın nazını çəksin. Çünki qızın yükü, qadının yükü çox olur. Ev, ailə, uşaq, əgər qaynana ilə bir yerdə yaşayırsa, valideynlərlə yaşayırsa bir yerdə, oğlanın valideynləri ilə, istər-istəməz o qızın yükü çox olur. Bu demək deyil ki, elə oğlan ürəyi nə tər istəyir eləsin, qız da ona dözsün, o düzgün deyil. Sevgini mərhələlərə ayırsan, o necə olur? Qarşıdakı insana, yəni bağlanma necə olur? Əvvəlcə doğmalaşırsan, tanıyırsan, sonra doğmalaşırsan, bağlanırsan o insana. Bu proses. Bilirsiniz, ilk gündən qız da, oğlan da bilirlər ki, bunların bir-birinin qarşı istək var. İstək olmayan yerdə ailə qurmaq düzgün deyil. Qızın və oğlanın bu istəkləri yavaş-yavaş sevgiyə çevrilir. Bu şərtlə ki, biri-birinin hörmətini saxlasınlar. Biri-birinin hörmətini saxlamalıdır. Qız təhqir olunmamalıdır. Qızın nabarot nazını çəkərlər. Mərhələ o istək olan yerdə sevgi də olur. Yavaş-yavaş sevgiyə çevrilir. İstər-istəməz ona alışırsan, onun hörmətini görürsən, onun istəyini görürsən, istər-istəməz qız da qarşılıqlı olaraq ona o münasibətləri göstərir və elə doğrudan da onları sevgiyə çevrilir. Bəs sevgi tükənən bir şeydir. Yəni tükənir yoxsa get-gedə hörmətə dönüşür? Yox, deməzdim ki, sevgi tükənir. Sevgi tükənmir. Yenə deyirəm, qızlar sevgini, istər oğlan, istər qız, sevgi sözünü düzgün başa düşmürlər. İstəkdir əsas, istək. İstəyirsən, ona hörmət eləyirsən, ona qarşılıqlı münasibəti göstərirsən, sevgi odur da qızım. Sevginin adı sevgidir. Münasibət bir-birinə qarşı hörmətli olanda o elə sevgi odur. Bəs o sən dilində deyək də istək. İstədiyin insan üçün mübarizə aparmalısan həyatda. Mübarizə olmalıdır. Olmalıdır. İstəyirsənsə, elə mübarizəni həyat bəs deyir mübarizədir də. İstəyirsənsə mübarizə aparmalısan. Ola bilər ki, oğlan birdən yolundan çaşır. Qız onu mütləq elə eləməlidir ki, evinə yığışsın. Ailəyə getdin. Hə, ailəyə getdim çünki. Yox, ailədən əvvəl məsələn sevgi prosesində mübarizə necə olmalıdır? Ailə qurmamış. Bəli. Mübarizə, mən nə deyim qızım, mübarizə belədir ki, istər əgər münasibət olubsa, yəni istək münasibəti olubsa, qız da indi hiss eləyir ki, bu oğlan bundan uzaqlaşır, çox da ki sevir. Qız ola bilər ki, qız incə məxluqdur qız uşaqları. İncə məxluqdular onlar. Onlar istəyir ki, tutaq ki, oğlan onun əlində qalsın. Əgər oğlan yolundan çıxıbsa, onu heç cürə qaytarmaq mümkün deyil. Məsələn, bir münasibətdə görürsən ki, artıq sevgi bitir. Hələ ki sevgi münasibətindəsə, görürsən ki, sevgi bitir. Orada o sevginin bitdiyini görən tərəf dayanmalıdır. Yəni onu bitirməlidir, yoxsa davam eləməlidir? Yox, bitirməlidir. Əgər istək, sevgi qarşılıqlı olmalıdır hər iki tərəfdə. Yox, biri istəyir, o biri istəmirsə, onun mənası yoxdur. Tutub saxlamaq olmaz onu. Sevgisiz ailədə böyüyən uşaqlar xoşbəxt ola bilir ümumiyyətlə həyatda. Sevgisiz ailədə böyüyən uşaqlar, yenə deyirəm, özü ətrafına baxıb mübarizə aparmalıdır. Çıxmalıdır. O çətinliyin içərisindən çıxmalıdır. Aç biraz bu sualı. Qurtardı sualı. Sualı daha geniş.
Yenə deyirəm, istər qız, istər oğlan, onlar oxumalıdırlar, çalışmalıdırlar, gələcəyə göz açıq baxmalıdırlar. Ailədə də indi qurulub, tutaq ki, sevgi olmayıb, istək olmayıb. Bu o demək deyil ki, həmən uşaqlar batmalıdırlar. Onlar, yenə deyirəm, bütün kitabı çox oxumalıdırlar. İndi bu saat gənclər kitablardan qaçırlar, amma elə deyil. Məsələn, mən uşaqlıqdan bəri oxuduğum kitabların içərisindən o qədər yaxşı şeyləri seçib götürmüşəm, saxlamışam ki, özüm beynimdə. Mən onlarla hərəkət eləmişəm, həyatımı o cürə də aparmışam. Yəni, mən baxmamışam ki, yoldaşım tutaq ki, evə ya gec gəldi, ya tez gəldi. Mən evladlarımı böyütmüşəm. Tərbiyəli də evladlar böyütmüşəm. Amma yenə deyirəm, o istək olmayan ailədə həyata gələn uşaqlar özlərin o çətinlikdən çıxartmalıdırlar. Atam, anam bunu elədi, mən belə eləmək yox. Elə deyil, elə düzgün deyil. Əsas məsələ odur. Çox sağ ol nənəm. Mənimlə bugün bu sualları cavabladığın üçün, müzakirəmə qatıldığın üçün mənim üçün çox Sizi qane dəyərlidir. elədi mənim cavablarım. Çox. Ona görə həyata açıq gözlə baxmaq lazımdır. Baş üstə. Buradan da Əsas gənclərə. odur ki, tutaq ki, qız, yenə deyirəm, qız uşağı belədir ki, tamam başqa məxluqdur. Oğlan ola bilər ki, iraq olsun, başqa bir yola düşə bilsin, amma düşməməlidir. Özlərin hər ikisi, qız da, oğlan da özlərin həyata göz açıq baxmalıdır, özlərin çətinlik içərisindən çıxartmalıdır. Mən belə başa düşürəm. Gənclərə tövsiyəm budur da, yəni. Gənclərə tövsiyəm budur. Bütün gənclərə tövsiyəm odur ki, yenə deyirəm, əvvəla mütaliə ilə məşğul olmaq lazımdır. Telefonda lazımsız proqramların, lazımsız tədbirlərinə, verilişlərinə baxmaq lazım deyil. Özləri öz ağlı ilə hərəkət eləməlidirlər, qabağa çıxmalıdırlar, irəli getməlidirlər. Xudu Məmmədov, professor Xudu Məmmədov, akademiyanın akademiki idi Xudu Məmmədov. Çox savadlı insan idi. O, uşaq evində böyümüşdü. Amma professor oldu, oxudu, qabağa çıxdı, akademiyada işlədi. Yəni, o qədər o cürə evladlar olubdur ki, odur ki, gənclər bax bu cürə hərəkətlər eləməlidirlər ki, qabağa çıxsınlar. Təşəkkür edirəm sənə. Çox sağ ol. Yenidən bu qədər izlədiyiniz üçün təşəkkürlər. Minnətdaram.